Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində itkin şəhid Mehman Dadaşovun 55 illik yubileyi qeyd olunub. Toplantıda rayon icra hakimiyyətinin, təhsil və mədəniyyət şöbələrinin əməkdaşları, ictimai təşkilatların nümayəndələri, kollecin rəhbərliyi və müəllimləri, şəhidin ailə üzvləri, yaxınları, şəhidin döyüş yoldaşları və digər qonaqlar iştirak ediblər. Toplantı Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda həyatını fəda edən vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Mehman Dadaşovun həyat və döyüş yoluna həsr olunan sənədli filmə baxış keçirilib. Tədbirin aparıcısı, müharibə veteranı, şair Akşin Hacızadə Mehman Dadaşovun qısa, lakin şərəfli ömür yoluna nəzər salıb. Bildirilib ki, Mehman Dadaşov 1971-ci il mayın 13-də Bərdə şəhərində anadan olub. Qarabağda müharibə başlayan zaman Mehman ali təhsilini yarımçıq qoyaraq könüllü şəkildə milli ordu sıralarına qoşulub. Onun döyüş yolu Laçın, Ağdam və Kəlbəcərin müdafiəsində keçib. 1994-cü il fevralın 10-u Mehmanın son döyüşü olub. O, Kəlbəcərin Bağırlı dağında döyüş yoldaşlarını mühasirədən xilas edərkən qəhrəmancasına həlak olur. Həmin vaxt ərazi işğala məruz qaldığı üçün Mehman Dadaşovun nəşini döyüş bölgəsindən çıxarmaq mümkün olmur. Yalnız 44 günlük vətən müharibəsindən sonra Kəlbəcərin geri alınması ilə buna şərait yaranır. Mehmanın döyüş yoldaşlarının, komandirlərinin, eləcə də axtarış işini aparan dövlət qurumlarının sayəsində qəhrəman döyüşçünün yeri müəyyən edilir. Hazırda tapıntılar ekspertizaya göndərilib və nəticə gözlənilir. Bərdə rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov Bərdə rayonundan olan döyüşçülərin həm 1-ci Qarabağ müharibəsi zamanı, həm də 30 ildən sonra itkin döyüş yoldaşlarının axtarışında xüsusi əziyyət çəkdiyini diqqətə çatdırıb. Məhz onların sayəsində nəşi tapılan döyüşçülərdən artıq 5 nəfərinin kimliyinin təsdiqləndiyini və ailələrinə təhvil verildiyi bildirilib. Tədbir əsnasında itkinlərin axtarışında iştirak edən qazilərə minnətdarlıq diplomları təqdim olunub. Tədbirdə çıxış edən kollecin direktoru Xosrov Musayev, Bərdə rayon icra hakimiyyəti başçısının, müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Samir Səfərov, şəhidin komandirləri, döyüş yoldaşları və itkin şəhidin atası Əsədullah Dadaşov da Mehmanın vətənpərvərliyini, qəhrəmanlığını tarixi faktlar və xatirələrlə diqqətə çatdırıblar. Ölkəyə kömək eləmək şərti ilə mənim də oğlum institutun 2-ci kurs tələbəsi idi. İnşaat institutunun 2-ci kurs tələbəsindən orada gönüllü olaraq özü armiyaya yazıldı. 92-ci ildən 94-cü ilə qədər vuruşdu. Digər çıxış edənlər də 1-ci Qarabağ müharibəsinin ağır acılarını, Mehman Dadaşov kimi vətən oğullarının heç zaman unudulmayacağını bildiriblər. Toplantı şagirdlərin ifasında musiqili kompozisiya göstərişi ilə davam edib. Eyni zamanda Bərdə rayon Qarabağ Qaziləri İctimai Birliyinin sədr müavini Tahir Sadıqov tərəfindən gənclərə fəxri diplomlar da təqdim olunub. Doğum günün mübarək, ey şəhidim, düşmən çəkə bilmir, ağırdır daşım, quruyub qalmayıb gözümdə yaşım, məğrurdur heç zaman əyilməz başım, rahat yat ölməz igidim. Biz isə inanırıq ki, bugün yubileyi qeyd olunan Mehman Dadaşovun və digər itkin döyüşçülərimizin hər birinin nəşi tapılaraq ailələrinə təhvil veriləcək. Gülbəniz Abdullayeva, Elgiz Mahmudov, Bərdə.